Salam dostlar, mən Hüseyn. Bugün sizlərlə birlikdə başlıqdan da gördüyünüz kimi printer ilə əlaqəli bir problemi həll edəcəyik. Əgər sizin də printerinizi açan kimi özü avtomatik çap edirsə, bunun bir həll yolu var. İlk öncə gördüyünüz bu Windows tuşuna gəlirsiniz. Heç bir yerə basmadan Ctrl+C hərfini qeyd edirsiniz. Buradan Control paneli seçirsiniz. 2 dəfə üstünə basırsınız. Burada gördüyünüz Devices and Printers xidmətinə basırsınız. Burada əgər printeriniz hardadırsa, onun üstünə 2 dəfə basırsınız. Mənim printerim budur. Bastıq. Burada sizdə fayllar çıxacaq. Mən faylları təmizləmişəm. Əgər burada sizdə fayl çıxarsa, üstünə 2 dəfə basın. Baxın, əgər siçandadırsa, siçanın sağ düyməsinə, əgər belədirsə, bunun bu düyməsindən basın. Daha sonra bastıktan sonra dostlar, məndə indi olmur. Görüm olacaq. Dostlar olmur. Ona bastıktan sonra o cancel var orada. Onun düymeye bastıktan sonra printeriniz artık avtomatik özü çap etməyəcək. Siz əmir verdikdə edəcək. İndi burada nə bilim yazdığınız testlər çıxır. O testlərin üstünə belə 2 dəfə basırsınız. Bastıktan sonra bakın bura basırsınız. Bura basırsınız. Sonra orada cancel, C-A-N-C-L şey çıxacaq düyməsi. Ona bastıkda bundan sonra printeriniz avtomatik çap etməyəcək. Əgər yenə edirsə, deməli driverda bir problem var. Ancaq ümid edirəm ki, etməyəcək. Bugünlük videomuz bu qədər idi. Əgər kompüter ilə bağlı daha videolar istərsənsə, abunə olub like atıb bildirim işarətini unutmayın. Yoruma hansı videolar istərsənsə yazın. Sağ ol, salamat qal. Sağ olun.